79-cu sualda deyilir ki, satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdır. O bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən azı neçə şar alıb satmışdır. Biz şarların sayını bilmirik, onun üçün şarların sayını x işarə edirik. Tutaq ki, x sayda şar alıb və 12 qəpiyə alıb. Onda bütün şarlara verilən pulun miqdarı olacaq 12 vurulsun x. Satış zamanı 5 şar partlamışdır və 15 qəpiyə satır. Deməli, şarların sayından, yəni x-dan 5-ini çıxarıq və bunların sayını vurarıq 15-ə. Deməli, 12x şarlara verilən pul olacaq. X minus 5 vurulsun 15 isə şarların satışından əldə olunan bütün məbləğimiz olacaq. Biz əgər x minus 5 vurulsun 15-dən 15 vur x minus 5-dən 12x-i çıxsa, biz onda əldə olunan qazancımızı tapmış olarıq. Yəni, gəliri tapmış olarıq. Və bu gəlir 6 manatdan çox olarsa, yəni böyük olacaq. Bunu qəpi ilə yazsaq, yazırıq 600 qəpi. Çünki satış qiymətləri qəpi ilə ifadə olunub deyə burada manatı da qəpiyə çevirdik. Bu bərabərliyi həll etsək, alarıq ki, 15x çıxılsın 12x, yəni burada 3x qalar. 15-i 5-ə vuranda 75 çıx 75, böyükdür 600 və buradan alarıq ki, 3x böyükdür 675-dən. Buradan alırıq ki, x böyükdür 675 3-ə bölsək 225-dən. Yəni, x 225-dən böyük olmalıdır və ən az soruşur. Deməli, ən az 226 şar alıb və bu şarın 5-i satış zamanı 5 şar partlamışdır deyə satışda olunan şarların sayı isə olacaq ən azı 221. Deməli,